o valideyni istəmirsə, məni necə istəsin? Tamam, nə? Şəbnəm Tovuzlu. Vermə. Şəbnəm Tovuz. Mən Şəbnəmin xətrini çox istəyirdim. Həqiqətən, mənim o qıza, o xanıma hörmətim var idi. İndi Keçən dəfə efirdə dedim, mən atadan yanıqlıyam axı. İndi bilmirəm, yəni münasibəti necə olub atası ilə azadından. Yəni valideyn, nətər deyərlər, valideyndir. Yəni o insan ki, dünyaya gətirən ata, ana, gərək o, necə deyərlər, ola bilər, insan səhvsiz olmur, həyatda hamının səhvi olur. Çalışmaq lazım ki, o səhvləri düzəldəsən. Amma Şəbnəm, o ki, efirdə dedim, mən atamı sevmirəm, necə, belə bir söz eşitdim. Ondan sonra o, mən elə bir şey soyudum ondan. Çox sağ. Çalışsın ki, o, indi bilmirəm münasibətlərin necədir, bəlkə elə həyat asıdır, mən də onun dərinliyi bilmirəm, amma nə qədər olmaya valideyndir, qədrini bilmək lazım. Ona görə neçənci yer? Heç yerə. Təyin eləmirsən? Yox. Mən niyə görə? O atasına elədiyinə görə. O valideyni istəmirsə, məni necə istəsin? Tamam, nə? Çoxdur da. Şəbnəm Tovuzlunun təyinatını vermədi, dedi o. Yox. Bir insan ki, valideynin istəmirsə, o heç kim istəyə bilməz. Haydi. Mən onu deyirəm. Mən əgər bəlkə ögəydir, nədirsə, o yalan deyərəm. Yəni, orijinal öz valideynidirsə, onun haqqında fikir bildirdi, mənfi. Mən ona görə onun, məsəl üçün, bəyənmirəm o ifadəsini.